Bilməsin. Amma təsəvvür elə bir nəfər üzr istəyirəm, görmə qabiliyyəti olmayan adamdır, gedir. Görsən ki, quyuya düşəcək. Quyuya düşəndə neyinsə tutursan eləmə. Bax, cəmaatın günah eləməyinə bəsirətli adamın baxışı budur. Ona görə onlar gecə yatmır, gündüz yatmır, ağlayır, əlindən tutur, qoymur, görür hara gedir, bilir neyniyir. Biz görmürük axı. Biz elə birində elədə. Görsək ki, bu neyniyir, özümüzə də görərik başqası üçün də. Onda biz çox ciddi cəhdlə çalışarıq insanları xilas eləyək, insanları qoruyaq günahdan. Bitirirəm söhbətimi. Allah sevdiyinə görə bizim özümüzə vurduğumuz zərərləri özünə aid eləyir. Deyir, mənə üsyan elədin. Olmaz, fəryad eləyir. Cəhənnəmlə danışır, cəzadan danışır. Hər cür ki, bizi çəkindirsin. Hər cür vasitə ilə bizi çəkindirsin. Adam bunları anlasa bir nə qədər Allah'a çox istəyər. Biz elə bir ki, Allah güc göstər. Eləmə, Allah özünü xərcləyir, məcazi desək, dırnaq arası desək, özünü xərcləyir əmr eləməklə sənin üçün. Yoxsa deyər, nəyimə lazımdır? Yaratmışam, qaydalar, qanunlar məndən deməkdir. Şöyle qırmızı işıqda keçsənə polis yalvarır ki, qurban olun, getmə. Mülküsüzlüyün cəriməvi yazacaq. Deyək, məndən üzr istə, düzəldim. Mən səndən niyə üzr istəyirəm ki? Sənə neyləmişəm? Qırmızıdan keçmişəm, özümü eləmişəm. Allah götür, hər şey özünə aid eləyir. Özünü ortaya qatır ki, işi həll eləsin. Başa düşdünüz? Özünü ortaya qatır ki, işi həll eləsin. Və bunu başa düşən insan, əleyhissalam görün Allahı necə tərifləyir. Məclis nurani olsun deyə bu sözlərlə məclisimizi tamamlamaq istəyirəm. Əvvəla, Kumeyl duasından deyim. Bax, fikir verin, günahı necə təsnif bölür. Deyir ki, Allahümməğfir liyə-zunubəlləti təhtikul isam. Təhtikul isam. İlah, o günahlarımı bağışla ki, ismət pərdələrini yırtır. Yəni, bəzi günahlar var ki, abur həyama aparır. Özümü elədim də, düzdür. Hamısı özümə aiddir. Allahümməğfir liyə-zunubəlləti tunzulun niqam. İlah, o günahlarımı bağışla ki, səbəb olur ki, aləm məndən intiqam alır. Üç necədir? Dünya belə nizamlıdır ki, biz günah eləyirik, hə? Varlıq aləmə əsəbləşir bizim əlimizdən. Vallahi, hə? Vallahi, şuurludur bu aləm. Şuurludur. Hücum eləyir bizə zərbə vurmağa. Bizim öz hüceyrələrimiz, xəstəliklə hücum eləyir ki, bizə zərbə vurmaq. Sən niyə bizə bunu elədin? Allah gəlir qabağını alır onların. Səni bu varlıq aləmindən qoruyur. Allahın işi budur. Allahümməğfir liyə-zunubəlləti tunzilul bəla. Allah o günahlarımı bağışla ki, bəla nazil edir. Görsən, hamısı mənə aiddir, hamısını özümü eləmişəm. Allahı belə tanıyandan sonra belə münacat edirsən. Deyirsən ki, Allahümmə ni'məl ilahəhu əntə. Ni'məl ilahu əntə. Və ni'məl Rabbu əntə. Və bi'səl mərbubu ənə. Və ni'məl mevla əntə. Və bi'səl abdu ənə. Həzrət Əleyhisselam belə deyir. Deyir, Allah, nə gözəl ağasan, nə pis bəndəyəm mən.